Salam dəyərli izləyicilər. Bugünkü videoda Qarabağın Ajax qarşısında aldığı 2-4-lük ağır məğlubiyyətin bütün sirlərini açacağıq. Bu analiz təkcə bir oyun yox, həm taktiki, həm psixoloji, həm də fiziki röntgendir. Sona qədər izləyin. Oyunun görünməyən tərəflərini addım-addım izah edəcəyəm. Oyundan əvvəl strategiya və gözləntilər. Baş məşqçi komandanı pressing və sürətli hücum planı ilə oyuna hazırladı. Qarabağın üstünlükləri, komanda kimyası, pas quruculuğu, pressing koordinasiyası, motivasiya. Zəiflikləri, mərkəz müdafiədə sürət çatışmazlığı, kənar müdafiəçilərin arxasına açıq boşluqlar, ehtiyat oyuncuların ritm pozması riski. Ən kritik sual, oyuna daxil olan futbolçular sistemə uyğunlaşa biləcəkmi? İlk hissə, Qarabağın üstünlüyü. İlk 30 dəqiqədə Qarabağ oyunun ritmini əlində saxladı. Topa sahib olarkən ağıllı dövr etmə. Ajaxın mərkəzini yorma, sürətli hücum keçidləri və qanatlara ağırlıq vermə. Pressingdə məsafə qorundu. 2 dəfə hesabda öndə oldular. Ajax hələ çarəsiz görünürdü. Amma ikinci hissədə Ajax temp artırır, Qarabağın ritmi itir. Ajax sürəti artırdı, mərkəz xəttini sıxdı. Müdafiə boşluqlarını genişləndirdi. Qarabağ yoruldu. Temp və koordinasiya etdi. Baş məşqçi gec dəyişiklik etdi. Oyunu idarə etmək üçün vaxt etdi. Nərmanın oyuna daxil olması fəlakət başladı. Nərman oyuna daxil olduqdan sonra ritm dağıldı. Top itkiləri, müdafiəyə gec qayıtması və lazımsız follar. Ajax 3-cü və 4-cü qolları vurdu. Nərmanın 3 fəlakəti. Mərkəz ritmini dağıtdı. 3 dəfə top itirdi. 2 pasta koordinasiyanı pozdu. Müdafiəyə gec qayıtdı. 3-cü qolu verdi. Top itkiləri gec qayıtma, müdafiə 3-ə 4 qaldı. Ajax qolu vurdu. Lazımsız follar, psixoloji çöküş. Ajaxa təhlükəli standartlar verdi. Qarabağın ritmini pozdu. Komanda motivasiyasını itirdi. Qolların geniş təhlili. İlk hissə, Qarabağ 2 dəfə öndə. Ağıllı kombinasiya. Sürətli top dövrü. İkinci hissə, Ajax 4 qol, Nərmanın səhvləri, baş məşqçinin gecikmiş müdaxiləsi, psixoloji və taktiki çöküş başladı. Ajax isə üstünlükdən maksimum istifadə etdi. Psixoloji çöküş və taktiki çatışmazlıq. Nərmanın səhvləri komanda intizamını pozdu, ritmi dağıtdı. Futbolçuların özünə güvəni düşdü. Ajax bunu dərhal hiss etdi və üstünlük tam ələ keçdi. Baş məşqçinin gecikmiş taktiki müdaxiləsi. Niyə Nərmanı çıxarmadı? Niyə başqa oyuncu seçmədi? Niyə mərkəzi gücləndirmədi? Ən böyük taktiki səhv buradaydı. Oyun idarəsi itdi. Ajax oyunu tam nəzarətə aldı. Qarabağın gələcəyi üçün SOS siqnallar. Ehtiyat oyuncuların səviyyəsi aşağı. Mərkəz xətti dayanıqlı deyil. Müdafiə arxada boşluq verir. Psixoloji dözümlülük zəifdir. Oyuna daxil olan futbolcular ritmi pozur. Əgər bunlar düzəlməzsə, Avropa macərası çətin olacaq. Son söz, məğlubiyyətin adı. Komandada baş məşqçi də günahkar. Lakin obyektiv. Oyunu Nərman oyuna daxil olduqdan sonra çevirdi. Top itkiləri, gec qayıtma, ritmi pozma, oyunu məhv etdi. Sizcə Qarabağın bu məğlubiyyətində əsas günahkar kimdir? Dekon, müdafiə xətti, yoxsa Nərman? Şərhlərdə yazın. Bəyənin, paylaşın, kanala abunə olun və bildirişləri açın.